Xoş gördük əziz dinləyicilər. Hər birinizi Respublika Günü münasibətilə təbrik edirəm. Əlbəttə Respublika bir nemətdir. Biz bundan çox danışmışıq. Amma çox təəssüflər olsun ki, biz bu nemətdən danışdıqda hələ də o nemətin mahiyyətini anlamamışıq. Bilməmişik ki, bu Respublika ilə gün keçirtməkdirmi? Xeyr, əlbəttə ki, Respublikaya həm də layiq olmaq lazımdır. O Respublikanın ənənələrinə çatmaq lazımdır. Bizim adımızda Respublika olsa da çox təəssüflər olsun ki, Respublika dəyərləri yoxdur. Ona görə də biz o Respublikanın xalqlara, millətlərə verdiyi o xoşbəxtçilikdən hələ dada bilməmişik. Nəinki dada bilməmişik, hətta o mübarək kişiləri heç yad da belə eləyə bilmirik. İkinci bir məsələ bu günləri həm də Qafqazda, istər Gürcüstan olsun, istər Ermənistan olsun, istərsə də Azərbaycan bu günləri hər üçü Respublika gününü keçirdir. Bir gün, iki gün arayla. Amma biz bu günləri Ermənistana nəzər saldıqda görürük ki, həm də Respublika günü ərəfəsində Ermənistan baş nazirinin açıqlamalarına baxdıqda insan həm qısqanır, həm də qürur duyur. O mənada ki, bilirsiniz, Rusiya onu təhdid edir, amma bildirir ki, bu milyonluq ölkəni biz milyardlıq ölkəyə çevirəcəyik. Bilirsiniz, bu nə deməkdir? Bu Respublikanın verdiyi imkanlardır. Bu Respublikanın yaşadığı ənənələrdir. Bəli, Respublika milyonluq ölkələri milyardlıq ölkəyə çevirə bilir. Belə bir ənənə, belə bir sistem olduqda, istər o dövlətin sərvəti olsun, istər olmasın, fərq etməz. Əsas sistemdir, əsas idarəçilikdir. Bəli, bu günləri məğlub olmuş Ermənistan artıq milyardların ölkəsinə çevrilmək uğrunda mübarizə aparır. Respublikanın bütün ənənələrini öz içərisində daşıyır və böyük Rusiyaya meydan oxuyur. Bildirir ki, siz bizə embargo qoyarsınızsa, biz sizə ondan da çətinini qoyarıq. Bizi qazla, neftlə təhdid etməyin. Çünki bizim də təhdid edəcəyi nüanslarımız var. Bilirsiniz niyə? Bütün bu imkanı verən əlbəttə ki, Respublika dəyərləridir. Əlbəttə ki, xalqa söykənən dəyərlərdir. Xalqa söykənən dəyərlər istəyirsən böyük olsun, istəyirsən kiçik olsun, ölkə hər zaman mübarizə apara bilir. Ən güclü ölkəyə belə mübarizə apara bilir. Amma elə ki, məsələlər taxtı qorumaq, kreslonu qorumaq maraqları üzərində qurdu, onda o ölkələr zəif olur. İstər iqtisadi baxımdan, istər xalq etibarilə, istər maddi etibarilə hər bir mənada, həm də ki, daxili və xarici siyasətdə də o sistem zəif olur, o sistem bərbad olur. Çünki bütün hadisələr öz kreslosunu qorumağa söykənir və xalqdan heç bir etimad, xalqdan heç bir dəstək almır. Bu mənada bütün Qafqazı mən təbrik edirəm. İnşallah ümid edirəm ki, Azərbaycan xalqı da, Azərbaycan xalqının o mərd balalarının apardığı mübarizənin mahiyyətini anlayaq. Respublika dedikdə, cümhuriyyət dedikdə onun mahiyyəti, onun dəyərləri nədir və o bizə nəyi ehtiva edir və biz necə olmalıyıq deyə düşünə bilək. Əgər bütün bunları düşünə biləriksə, həqiqətən babalarımız 108 il bundan əvvəl qurduğu o dəyərlərə sahib olaraq. Nə olursa olsun, yaşasın Respublika. Hər birinizi təbrik edirəm, təşəkkür edirəm.